Bismillahirrahmanirrahim. Biz elə bir dövrdə yaşayırıq ki, sevincimizi, uğurumuzu və həyatımızdakı gözəllikləri hər kəsə göstərmək sanki yazılmamış bir qanuna çevrilib. Yeni bir işə giririk, dərhal elan edirik. Ürəyimizə yatan bir insanla tanış oluruq, dərhal şəkillərini paylaşırıq. Həyatımızda kiçik bir xoşbəxtlik qığılcımı yanan kimi, içimizdə o qığılcımı dünyaya nümayiş etdirmək üçün qarşısı alınmaz bir istək yaranır. Bizə elə gəlir ki, sevincimizi paylaşdıqca o çoxalacaq. Lakin çox vaxt tamamilə əksi baş verir. Fikir vermisinizmi? Çox həvəslə danışdığınız o böyük plan qəfildən pozulur. Hər kəsə göstərdiyiniz o gözəl münasibətdə səbəbsiz yerə davalar, soyuqluqlar başlayır. Sevinciniz sanki dilinizdən çıxdığı an dadını, bərəkətini itirir. Siz niyə belə oldu? Axı hər şey çox gözəl gedirdi deyə heyrət içində qalarkən, əslində görünməz bir oxun hədəfinə çevrildiyinizin fərqində olmursunuz. O görünməz oxun adı həsəd və ya xalq arasındakı adıyla nəzərdir. Sevincinizi hər kəslə bölüşmək, zirehini çıxarıb ox yağışının altında qaçmaq kimidir. Dünyadakı hər kəs sizin xoşbəxtliyinizlə sizin kimi sevinmir və bunu qəbul etmək psixoloji cəhətdən çox çətindir. Bugün bu dərin mənəvi səyahətimizdə sevincimizi gizlətməyin, qapalı tutmağın o mütləq hikmətini araşdıracağıq. İnsan psixologiyasının ən qaranlıq küncünü, həsədi və sükutun necə böyük bir qoruma qalxanı olduğunu elmin və mənəviyyatın dili ilə deşifrə edəcəyik. Əgər həyatınızda izah olunmaz maneələr, sevinclərinizin yarımçıq qalması halını yaşayırsınızsa, indi ətrafınızdakı bütün səsləri susturun. Çünki bugün bəzən ən böyük xoşbəxtliyin onu heç kimə deməməkdə gizləndiyini kəşf edəcəksiniz. Həsədin və sevincin gizlədilməsinin bəşər tarixindəki ən kəskin, ən sarsıdıcı dərsini Quran-ı Kərimdəki Yusif əleyhissalam qissəsinin lap əvvəlində görürük. Diqqət edin, bu hadisə düşmənlər arasında deyil, eyni qandan, eyni atadan olan qardaşlar arasında baş verir. Yusif əleyhissalam hələ uşaq ikən çox möhtəşəm, müjdəli bir yuxu görür. 11 ulduz, günəş və ay ona səcdə edir. O, bu böyük sevinci, bu müjdil ali müjdəni dərhal atası Yaqub əleyhissalam peyğəmbərə danışır. Yaqub əleyhissalam bu böyük neməti eşidən kimi ona hansı nəsihəti verir? Get qardaşlarına da de, qoy sevinsinlər deyir. Xeyr, Yaqub əleyhissalam insan xarakterinin ən təhlükəli zəifliyini bildiyi üçün dərhal belə buyurur. Ey oğulcuğum, yuxunu qardaşlarına danışma, yoxsa sənə qarşı bir hilə qurarlar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir. Allahu Əkbər. Bu hikmətin böyüklüyünə baxın. Yaqub əleyhissalam bilirdi ki, o qardaşlar əslində qəddar deyillər, amma insanın içində uyanıq bir canavar var, həsəd canavarı. Və o canavarı oyadan şey başqasının sahib olduğu, lakin onun sahib olmadığı o üstünlük, o sevincdir. Bir peyğəmbər öz övladına onun öz doğma qardaşlarından sevincini gizlətməyi əmr edirsə, siz necə cəsarət edib həyatınızdakı ən gözəl planları, uğurları və sevincləri sosial şəbəkələrdə tanımadığınız minlərlə insana nümayiş etdirirsiniz? Hər göz sevgi ilə baxmır və hər təbəssümün arxasında xeyir-dua dayanmır. Niyə sevincimizi bölüşdüyümüzdə bəzən qarşı tərəfdən o qəribə soyuqluğu, o saxta təbəssümü alırıq? Bu reaksiyanı sadəcə mənəvi baxımdan deyil, müasir nörobiologiya və psixologiya elminin kəşfləri ilə təhlil etdikdə ortaya sarsıdıcı bir fiziki həqiqət çıxır. Alimlər xüsusi cihazlarla insan beynini izləyərkən heyrətamiz bir şey kəşf etdilər. Bir insana onun arzuladığı, lakin sahib olmadığı bir uğuru əldə etmiş başqa bir insanın xoşbəxtliyi, yəni sevinci göstərildiyi zaman, o insanın beynindəki müəyyən bir bölgə aktivləşir. Bəs bu bölgə nəyə cavabdehdir? Bu bölgə insan beynində fiziki ağrını, məsələn, əliniz yananda və ya kəsiləndə yaranan ağrını qəbul edib işləyən mərkəzdir. Yəni, siz birinə sevincinizi nümayiş etdirəndə, əgər o insanın daxilində gizli bir natamamlıq kompleksi və ya həsəd varsa,
Sizin sevinciniz sözün əsl mənası ilə bioloji olaraq o insana fiziki ağrı verir. Onun beyni əziyyət çəkir və insan psixologiyası o ağrını dayandırmaq üçün müdafiə mexanizmini işə salır. Sizə qarşı dolayı yolla aqressiv sözlər deyir, sevincinizi kiçildir və ya şüuraltı olaraq sizə çox mənfi bir enerji, bizim nəzər dediyimiz dalğanı göndərir. Siz mən xoşbəxtliyimi paylaşıram zənn edirsiniz. Reallıqda isə ac bir insanın qarşısında ziyafət süfrəsi açıb yeyirsiniz. O acgözlü enerjisi sizin ziyafətinizi zəhərləyir. Sevincin və planların hər kəsə danışılmasının mənəvi bərəkəti necə məhv etdiyini bilən Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bəşəriyyətə tətbiqi çox çətin, lakin mütləq bir qurtuluş düsturu vermişdir. O buyurur ki, İstəklərinizin həyata keçməsi üçün gizlilikdən, sükutdan yardım alın. Çünki hər nemət sahibinə həsəd aparılır. Bu sadəcə bir nəsihət deyil, kainatın bir qanunudur. Yeni başlayan bir iş, hələ tam formalaşmamış bir xoşbəxtlik, yeni qurulan bir münasibət, ana bətnindəki rüşeym kimidir. O rüşeym dünyaya gələnə qədər qaranlıqda, qapalı, gizli və təhlükəsiz yerdə qalmalıdır. Əgər siz onu vaxtından əvvəl gün işığına, insanların nəzərinə çıxarsanız, o zəif olduğu üçün dərhal məhv olacaq. İnsanların çoxu planlarını hələ icra etmədən ətrafına danışır. Psixologiyada buna niyyət və davranış boşluğu adlanır. Siz, mən bunu edəcəyəm, belə xoşbəxtəm deyib danışdıqca, beyniniz o işi artıq etmiş kimi həzz hormonu ifraz edir və sizin enerjiniz, həvasınız yoxa çıxır. Ən böyük güc sükutdadır. İşiniz tam hazır olana qədər, xoşbəxtliyiniz mütləq qoruma altına alınana qədər sükutdan kömək alın. Danışan dil çox vaxt quruyan əlin xəbərçisidir. Həsədin necə dağıdıcı bir qüvvə olduğunu və niyə ondan uzaq durmalı olduğumuzu İmam Əlinin əleyhissalamın o bənzərsiz hikmətlərində açıq şəkildə görürük. O həsədi sıradan bir qüsur kimi deyil, ruhu içəridən yeyən bir xərçəng kimi təsvir edir. İmam Əli əleyhissalam buyurur, həsəd aparanın və ya həsəd aparılan həlak olmayınca sağalmaz və başqa bir yerdə əlavə edir, həsəd aparanın sükutu və ya saxta təbəssümü onun qəlbindəki fırtınanın gizlədilməsidir. Diqqət edin, siz sevincinizi paylaşdığınız zaman qarşınızdakı insan gülə bilər, təbrik edirəm deyə bilər, lakin onun qəlbində İmam Əli əleyhissalamın dediyi o fırtına qopursa, o saxta təbəssüm sizə zərbə kimi qayıdır. Çünki həsəd həzm edə bilməməkdir. Yaradanın bölgüsünə üsyandır. Siz sevincinizi nümayiş etdirməklə o insanın daxilindəki o sağalmayan xəstəliyi alovlandırırsınız. Siz heç kimin xilaskarı və ya müəllimi deyilsiniz. Sizin vəzifəniz öz neymətinizi qorumaqdır. İmam Əli əleyhissalam bizə öyrədir ki, gözəllik və neymət həmişə həsədi cəlb edir. Özünüzü və sevdiklərinizi qorumağın ən yaxşı yolu görünməz olmaqdır. İnsanların nə qazandığınızı, hara getdiyinizi və nə qədər xoşbəxt olduğunuzu bilməsinə ehtiyac yoxdur. Sizin xoşbəxtliyinizin təsdiq məqamı başqalarının bəyənməsi deyil, öz daxili hüzurunuzdur. Niyə sevincimizi, planlarımızı və daxili xoşbəxtliyimizi gizli tutmalı olduğumuzu anlamaq üçün təbiətin yaratdığı o ən gözəl bənzətməyə, ağacın köklərinə baxaq. Təsəvvür edin ki, nəhəng, əzəmətli bir ağac var. O ağac fırtınalara dözür, göyə doğru ucalır, ən gözəl meyvələri verir. Bəs o ağacın gücü hardan gəlir? O güc hər kəsin gördüyü yarpaqlardan, budaqlardan gəlmir. O güc yerin altında, heç kimin görmədiyi zülmət qaranlıqda gizlənmiş, torpağa bərk-bərk sarılmış köklərdən gəlir. Əgər o ağac qürurlanıb, baxın mənim köklərim nə qədər güclü, nə qədər dərinə gedir deyərək köklərini torpağın altından çıxarıb insanların nəzərinə, gün işığına sərgiləsə, nə baş verər? O köklər bir neçə gün içində quruyacaq və o nəhəng ağac dərhal məhv olub yıxılacaq. Sizin sevincləriniz, dəyərləriniz və həyat planlarınız da məhz o köklərdir. Onların böyüməsi, sağlam qalması və sizə güc verməsi üçün onlar gizliliyin, sükutun və qapalılığın o qaranlıq torpağında sir kimi qalmalıdır. İnsanlara yalnız meyvələrinizi, yəni nəticəni göstərin, köklərinizi deyil. Hər şeyi göstərmək ehtiyacı daxili zəifliyin əlamətidir.
ehtiyacınız olan tək şey daxili dünyanızın sağlamlarıdır. İnsanların o dünyanı alqışlaması deyil. İndi, harada əyləşmisinizsə, zəhmət olmasa fiziki bədəninizi sərbəst buraxın. Gözlərinizi yavaşca qapayın. Bunu paylaşmalıyam, bunu ona deməliyəm kimi o dayanmayan nümayiş ehtiyacını, o təsdiq aclığını çiyinlərinizdən kənara atın. Yavaş-yavaş və dərindən nəfəs alın. Yaqub əleyhissalam peyğəmbərin o müdrik xəbərdarlığını, torpağın altındakı o gizli köklərin gücünü xatırlayın. Nəfəsinizi yavaşca verərkən içində olduğunuz xoşbəxtliyi başqalarına sübut etmək istəyindən azad olun. Sizin xoşbəxtliyiniz kimsə onu görməsə də, rəy yazmasa da gerçəkdir. Ruhunuzun dərinliyində o sükut qalxanını qurun. Sevincinizi yalnız özünüzə və onu sizə bəxş edən Yaradana aid edin. O sizin gizli xəzinənizdir. Ruhunuzun ən təmiz yerindən Rəbbinizə bu səssiz duanı pıçıldayın. Allahım, mənə bəxş etdiyin neymətləri və sevincləri nəfsimin nümayiş etdirmək istəyindən qoru. Məni həsəd aparanların nəzərindən, gizli düşmənçiliklərdən və öz cəhalətimdən qoru. Mənə sükutun gücünü, sir saxlamağın hikmətini nəsib et. Sevincimi səninlə bölüşməyi və insanların təsdiqinə ehtiyac duymadan yaşamağı mənə öyrət. Hiss edirsinizmi? İçinizdəki o sübut etmək, bölüşmək həyəcanı necə yoxa çıxdı? Çünki siz xəzinənizi nümayiş etdirməkdən əl çəkib, onu etibarlı bir sandıqda, sükutda gizlətdiniz. Sinəniz indi təmiz, qalxanınız möhkəm və hüzurludur. Ruhunuz ilahi bir sirrin ləzzəti ilə rahat bir nəfəs alır. Bu mənəvi oyanışınızı və sükut qərarınızı təsdiqləmək üçün rəy bölməsinə keçib bu sadə cümləni yaza bilərsiniz. Sevincimi Rəbbimə əmanət edib sükutun qalxanına sığınıram. Əgər bu mənəvi səyahətimiz sizi həsədin və bölüşməyin o gizli təhlükəsindən xəbərdar edə bildisə, qəlbinizə qoruyucu bir sükut gətirdisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gözəl hikmətlərin və mənəvi dincliyin paylaşıldığı bu kanalda sizinlə birlikdə addımlamaqdan məmnunam. Sevinclərinizin həmişə bərəkətli, köklərinizin həmişə gizli və güclü olması diləyi ilə. Sizləri sirlər və nurların mütləq sahibi olan Allaha əmanət edirəm.